Daha bir təqaüd artıb. Belə ki, minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Artan təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir. Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum maaşın 50% məbləğində təqaüd verilir. Minimum əmək haqqı artdığından da bu təqaüd artırılıb. Əvvəl həmin vətəndaşlarımıza 172 manat verilirdisə, indi 200 manat olub. Yəni, peşə hazırlığına cəlb olunmuş şəxslərin təqaüdü 14% artıb. Sual verə bilərsiniz ki, bəs sosial ödənişlərdə artımlar olacaqmı? Deputat bildirib ki, Nazirlər Kabineti bununla bağlı təklifləri martın ikinci yarısında prezidentə təqdim edəcək və yaxın zamanlarda digər müavinət və təqaüdlərdə də artımlar gözlənilir.